Diz oynaqlarındakı ağrının səbəbini təxmin etmək üçün aşağıdakı sadə testləri və müşahidələri evdə edə bilərsiniz. Bu testlər yalnız ilkin fikir vermək üçündür. Diaqnoz üçün həkim müayinəsi vacibdir. 1000. Səhər sərtliyi testi, iltihabi artrit üçün. Səhər yuxudan oyananda dizlərinizi büküb açmaq çətinləşirsə və bu sərtlik 30 dəqiqədən çox davam edirsə, bu revmatoid artrit və ya digər iltihabi xəstəliklərin əlaməti ola bilər. 2. Squat testi, menisk və ya artroz üçün. Divara söykənib yavaşca çökməyə çalışın. Əgər dizlərinizdə klik səsi, ağrı və ya qıçlarda zəiflik varsa, bu menisk zədəsi və ya osteoartrit ola bilər. 3. Yüklə test, osteoartrit və ya bağ zədəsi üçün. Ayaq üstə durun və bir ayağınızı havaya qaldırın. Dayandığınız diz ağrı verirsə, o dizdə zəifli, bağ zədəsi və ya kifayət qədər dəstək olmaması ola bilər. 4. Diz ətrafında şişkinlik və istilik yoxlanışı. Dizlərinizi əllə yoxlayın. İsti, şişmiş və toxunduqda ağrılıdırsa, bu iltihab və ya infeksiya ola bilər. İstəsəniz, bu testlərin nəticələrinə əsasən sizə uyğun qida əlavələri, bitki tərkibli kremlər və ya fizioterapiya üsulları barədə tövsiyə verə bilərəm. İndi sizə diz oynağı ağrılarına qarşı tövsiyə edilən bəzi qida əlavələri, təbii vasitələr və məşqlər verim. 1. Qida əlavələri və təbii vasitələr. A. Kollagen və ya glukozamin kondroitin təsiri. Qığırdağın bərpasına və oynağın sürtünməsinin azalmasına kömək edir. İstifadə, gündəlik 1-2 kapsul, müalicəvi təsiri 3 aydan sonra görünə bilər. B. Omega-3 yağ turşuları, balıq yağı. Təsiri, iltihabı azaldır, oynaq sərtliyini və ağrını yüngülləşdirir. İstifadə, gündə 1-2 kapsul. Zerdeçal, güclü təbii iltihab əleyhinə vasitə. İstifadə yeməklərə əlavə oluna bilər və ya kapsul formasında qəbul edilir. D vitamini və kalsiyum, sümük gücünü artırır, oynaq dəstəyini gücləndirir. D vitamini üçün günəşə çıxın və lazım olduqda əlavələr qəbul edin. Bitki mənşəli kremlər və kompreslər. Arnika və ya atşabalıqlı krem, qan dövranını artırır, şişi və ağrını azaldır. Kapsaisin acı kremi sinir uclarını sakitləşdirir. Zəncəfil və zerdeçal ilə isti kompres gündə 1-2 dəfə tətbiq edilə bilər. 3. Yüngül ev məşqləri, gündəlik 10-15 dəqiqə. A. Diz uzatma məşqi, quadriceps gücləndirir.